Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləh və yətəvəllə salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluh. Və sallallahu aleyhi və səlləm salatan və səlamən daimeyn mütələzimin ilə yevmiddin. Allahümmə ənfa'ni bimə əlləmtənə və əllimni mə yənfa'ni və zidni ilmə. Sonra şeyx gətirir ki, Allah Subhanahu ayəsini zikr edərək radiyallahu anhu və radu an. Allah onlardan, onlar da Allahdan nədir? Razıdır. Hədi min ayəti rida. Allahu subhanahu və teala mavsuhun bir rida. Yəni bu Allah subhanahu və teala'nın razı qalma nəyidir? Sifətidir. Allah subhanahu və teala bu sifətlə sifətlənmişdir. Yəni razı qalır. Çox ayələrdə rast gəlir ki, radiyallahu və radu an. Yəni Allah onlar da Allahdan nədir? Razıdır. Və huvə yarda anil əməl və yarda anil amil. Yəni burada iki hal var. Allah subhanahu və teala həmən şəxsin əməlindən və eyni zamanda da amil edənindən, həmən şəxsin özündən nədir? Razı olur. Yəni ki, Allah subhanahu və teala bir insanın gözəl bir əməl edir, yaxşı bir əməl edir. Lakin əməl edən şəxs nədir? Yaxşı deyil. Ona razı qala bilərmi? Məsəl üçün, kafirlər var ki, müsəlmanlardan çox nədir? Kasıb dövlətlərdə yardım edir. Əməl gözəl əməldir. Elə deyilmi? Yəni, müsəlmanlar yardım belə götürək də. Yəni, onun amma qəsdi nədir? Özünə deyək ki, hansısa bir sosial şəbəkədə şey qazanmaq, reyting qazanmaq və ya xal toplamaq və ya insanların çoxluğu, like və s. və ilə. Yəni, bu əməl xeyr öz aləmindədir, belə xeyr əməl olsa da, amma lakin qəsd nədir? Xeyr deyil. Ona görə də razı qalır Allah subhanahu və teala o əməldən ki, onun edən şəxs nə ilə edir? İxlasla edir. Allah üçün edir. Demək, Allah subhanahu və teala'nın razı qalma nəyi var? Sifəti var. Ənə ridallahi mütəalləqun bil-əməl vəl-əmil. Ona görə Allah subhanahu və teala'nın şeyx gətirir ki, yəni bu sifəti razı qalma, əməl edən və həmçinin o əməldən razı qalır ki, orada nədir? İxlas var. Əmmə bil-əməl fəmitli qavluhu və in təşkuru yardahu ləkum. Ayədə gəlir ki, əgər siz şükür etsəniz, sizdən nədir? Razı qalar. Əy, yarda şükru ləkum. Yəni, sizin üçün siz nədir? Şükür etsəniz. Yəni, baxsan ki, ayə və in təşkuru yardahu ləkum. Əgər şükür etsəniz, o sizin üçün yardahu, razı qalar. Sizin üçün nədir? O razı qalır. Yəni, belə də götürəndə deyir ki, falan kəs nədir? Bir əməl elədi. Şükür deyəndə əsasən qəsd nə olur? Yəni, kafir yiyib qutaran əlhəmdülillah deyilmi? Hansısa bir neymətə, Rəbbinə şükür, təşəkkür edirmi? Yox. İn fəin, gətirir ki, aydınca gəlir, və in təşkuru, əgər şükür etsəniz. Yəni, bu açıq aydın dəlildir ki, insan, müsəlman şəxs də olsun, əməllər riyadırsa da, şükür etmirsə də getdi. Allah ona razı qala bilər? Yəni, Allah subhanahu və teala razı qalır. Bu sifəti götürdükdə, yəni özündə olan bir sifətdir. O şəxs ki, şükür edər. Rəbbinin neymətlərinin Rəbbindən olduğuna şükür edər. Hansı ki, o neymətlərdən ki, qaçmaz, özündən görməz. Yəni, bilər ki, bu nədir? Allahın neymət, yəni Rəbbinə şükürdən qaçmaz. Ona görə də Allah Subhanahu deyir: "Və in şəkartum ləzidannakum." Siz şükür etsəniz, sizin üçün neymətlərini Allah Subhanahu nə edir? Artırar. Bax, şükür etsəz, artırar. Demək, naşükür olsan, artıracaq. Aydın oldu mu? Və ona görə hətta müsəlmanlar da buna daxildir. Neymətə şükür etmək lazım. Ona görə neymətə, Rəbbinin verdiyi neymətə nə qədər şükür etsək azdır. Allah subhanətələ gətirir, şeyx nə qədər tərifləsək azdır, o özünü təriflədiyi kimidir. Özünü təriflədiyi kimi. Ona görə insan özündə olan hər bir şeyi, istər mənəvi,
istər maddi, istər özündə olan nəyisə baxır ki, bu məndə var artıq. Bunlar hamısı Allahın verdiyi neymətdir. İnsanda olan gözəllik, insanda olan qabiliyyət, danışıq, bunlar hamısı nədir? Allahdan olan hamısı bir neymətdir. Yəni, insan bunun gücünü və yaxud da ki, gözəlliyini və yaxud da elmini özündən görməməlidir. Görərsə də artıq nədir bu? Ucub sinifinə daxil olub neyniyər? Məhv olar. İnsan gələn hər bir şeyi şükürlə nədir? Qarşılanmalıdır və yaxud da səbirlə qarşılanmalıdır. Əgər ağrılar və başqa şeylər baş verərsə. Və kəmə fi hədisi sahih, İnna Allah yarda ləkum thələtən və yakrahu ləkum thələtən. Yəni, baxsan ki, hədisdə də gəlir ki, Allah subhanahu və teala 3 şeydən sizdən razıdır və 3 şey üçün sizdən nədir? İkrah edir. Və bu da buradan da görünür ki, Allah subhanahu və teala hədislərdə də gəlir ki, razı qalma nəyi var? Sifəti var. Və təalləqu bir də əydən bi amil. Mitə hədil əyədə fi əlləti səyəqəhə müəllif radiyallahu anh və radu anh. Yəni, görsən ki, Allah onlar da Allahdan razıdır. Niyə gəldi ki, Allah onlardan razıdır? Onlar da Allahdan razıdır. Yəni, şeyx gətirir ki, burada əsas qayə Allah onların özündən və əməllərindən razı olduğu üçün dedi. İnsan var ki, özündən Allah razıdır, elə bilərmi əməlindən də razı olmasın? Çünki burada yox. Çünki özündən razısa demək, əməlləri xeyr əməldir ki, ondan nədir? Razı oldu. Aydın oldu mu, qardaşlar? O görə insan əməllərində elə bir səviyyə çatmalıdır ki, elə bir ixlaslı olmalıdır ki, Allah ondan razı olsun. Allah razı olduğu şəxs cəhənnəm bizi görə bilməz. Allah razı olduğu şəxs gönələri əhatə edir. Həm onu sevir, həm ondan razı qalır, həm ona rəhm edir. Rəhm etsiz mümkün deyil, o nədir sevilsin. Öncəki dərslərdə də keçdik. Allah rəhmətini qaldırırsa da insan məhv olacaq. Mümkün nədir sevilsin. Və ona görə deyil, məsələ nədir? Mühimdir. Məsələ mühimdir. Və sonra şeyx gətirir ki, Fərid Allah sifətu səbidətun lillahi və hiyə fi nəfsi və leysə şeyən munfasilətən anhu kəmə yəddəihi əhl-i ta'atil. Yəni, bu Allah subhanahu və teala'nın sifətlərindəndir. Özündə nədir? Hansı ki, nəfsində olan bir şeydir, sabit qalır. Ondan nədir? Ayrılmır. Necə ki, bunu inkar əhli, müəttələlər nədir? İddia edir ki, o Allahın özündən ayrılan bir sifətdir. Bu da böyük xatalardandır. Ər-rida sifatun fillahi azza və cəllə və hiyə sifatun haqiqiyyətun mütəalləqun məşiyyəti fəhiyyə min sifəti fiiliyyə. Həmçinin Allah subhanahu və teala bu razı qalma sifəti özündədir, həqiqidir və istəyinə qayıdır. Yəni ki, feili sifətdir. Allah istəsə birindən razı qalacaq, istəsə nədir? Yox. Demək, həm özündədir, həm də ki, nədir? Eyni zamanda istəyinə qayıdır, feili sifəti. Yardanil müminə və muttəqinə və muqsitinə və şəkirin. Və həmçinin Allah subhanahu və teala ondan razı qalır, o möminlərdən, o müttəqilərdən, o muqsitlərdən, həmçinin şükür edənlərdən. Və la yarda anil qavmil kafirin. Heç vaxt kafir qövmündən nədir? Razı qalmaz. Və la yarda anil qavmil fasiqin. Həmçinin fasik qövmündən. Və la yarda anil münafiqin. Münafiqlərdən razı qalmaz. Və subhanahu yarda anil unasin və la yarda anil unas. Və yarda ə'mələn və yakrahu ə'mələn. Elə məsələlər var ki, Allah subhanahu və teala hansı ki, o qövmlərdən nədir? Razı qalır. Razı qalır. Və yarda ə'mələn və yakrahu ə'mələn. Və elə qövmlər var ki, onlardan razı qalmır və həmçinin onların əməllərinə də ikrah edir. Və sonra gətirir ki, İstidləlikə bil-məfubəti alə rida fəqad yunəzəu fihi. Yəni, Allah subhanahu wa ta'ala yu'til fəsiqə minən-ni'am əksər mə yu'til şəkir. Və həzə iradu qaviyyə. Yəni, deyir ki, baxsan ki, fasikdir. Bu çox baş verir. Baxsan ki, fasik insanlardır. Allah subhanahu wa ta'ala ona neyməti deyir, çox verir. Amma daim şükür edəyənə, daim Rəbbini tərifləyənə nədir? Az gəlir. Bu deyir, necə olur, deyir. Bu çox şükür edir axı.
Maraqlıdır. Yəni belə şeylər nədir? Həqiqətən də çox sual verən var. Və lakin cavab anhu yuqal i'tahu fasiqə muqima ala ma'siyatihi. İstidrac. Yəni ki, Allah subhanahu və taala vasiqə o zalimə, bax bu kafirə fərqi yoxdur. O neməti, bu dünya neməti çox verir ki, onu nəyə artır ondanla? Asiliyi artır. Asiliyi artır. O deməkdir onun əcri artır. Xeyr, nəyə artır? Asiliyi artır. Bugün 5 manat xərcləyir içkiyə, fasiqlik edir. Sabah 20 manatlıq alır. Daha da nədir? Artırır. Çünki onu istədi. Bəli, onu istədi. Allah subhanahu və teala da onu neynədi? Ona yönəltdi. Bax deyir ayədə necə gəlir? وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا Onlar deyir bizim ayələrimiz nədir? Yalan saydılar, yalan sayanlar. Sənəstədricu min heythu la ya'lamun. Onları deyir özləri də bilmədiyi tovlayıb deyir məhvə aparacaq. Tədricən, istədərəcə tədricən onların özlərini tovlayıb nədir? Məhv onu həlak olan bir yol aparacaq. Özləri də bilmədən. Yəni onlar özləri düşünürlər ki, hansı ki artıq biz yaxşıyıq deyə bizə Allah Subhanahu belə şeylər verir. Amma əksinə onların özləri də bilmədən nədir? Artıq bədbaxt bir yola düşdülər. Yəni şəqi bir yola düşdülər. Və umriləhum innəkə idəmətin. Mən onlara deyir, möhlət verəcəyəm. Şübhəsiz ki, mənim hiləm sarsılmazdır. Əzabım sarsılmazdır. Yəni hansı ki onlar onunla da Allah Subhanahu və Taala'nın qəzəbinə düçar olur. Yəni buradan görsənir ki, o demək deyil ki, kiminsə varı dövləti artmaqla o nədir? Muttəqilərdəndir. Yəni fasiqə zahirən baxsan bu insan fasiqlik edir, amma var dövlət artır. Çünki o fasiqlik üçün istədi, Allah da onun üçün verdi. Ona görə Allah Subhanahu deyir ki, onlar deyir, mən onlara möhlət verdim. Lakin deyir nədir? Onlar deyir hansı ki deyir mənim deyir hiləm sarsıdıcıdır. Şübhəsiz ki. Yəni ki, məsələ qorxuludur. İnnallâhə ləyəmlil zalim həttə izə əxəzəhu ləm yəf'ələtühü və tilə qolu teala və kəzəlikə əxzu rabbikə izə əxəzəl qura və hiyə zalimətun innə əxzəhu əlimun şədid. Rəbbin haqsızlıq edən məmləkətləri yox edir. Yox aldığı zaman deyir, belə bir cəzası ağırlı, acılı, şiddətli. Yəni ki, Allah Subhanahu taala burada buyurur ki, o şəxslər ki, gəndə Allahın neymətini inkar edirlər, Allah Subhanahu taala onları da şiddətli azaba nəyə düçar edir. Yəni, bunu olaraq ayələrdən də, hədislərdən də görünür ki, o şəxs ki, Allahın verdiyi neymətlərə layiqincə şükür etmir, Allah ondan razı olmaz. Razı olmadığı halda da nədir? Böyük əzabə düçar olur. Əmə ilə cəət məfubətən vəl-insan muqimə alə taatillahi fə inə na'rifə ənə zəlikə sadir anə radiyallahu anh. Yəni, buradan da biz bilirik ki, kim ki əcrini qazanır, Allah Subhanahu itayətində durur, və deyir, şək yoxdur ki, Allah ondan nədir? Razıdır. Razı olan şəxs də nədir? Xeyir içərisindədir. Ona görə də məsələ nədir? Mühümdir. Və sonra gətirir ki, وَمَنْ يَقْتُلُ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاهُ جَهَنَّمَ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعْنَهُ Kim deyir, bir mömini öldürərsə, mütəammilə nədir? Bilərəkdən öldürərsə, fəcəzauhu onun deyir cəzası cəhənnəmə xalidən. Xalid lüğəti mənası əbədidir. Yəni o əbədi olaraq nədir? Cəhənnəm. Lakin orada məsələlər nədir? Təfsirdə qəsd olan nədir? Bu sadəcə vaiddir, qorxudur. Ki müsəlmanın, möminin nə qədər üstün olmağından, nə qədər öldürməyi, nə qədər təhlükə olmağından xəbər gedir. Fəcəzəuhu cəhənnəmə xalinə fiyhə və deyir, onun deyir, ölümü cəzası cəhənnəmdir, əbədi olaraq. Və qadiballahu aleyhi və la'nə Allahın deyir, qəzəbi və lənəti nə idi? Onun üzərinədir. Çox qorxulu ayədir.
Bax, bu gün xavarişlər müsəlmanı, müminin qanını halal görüb öldürür. Halal görüb öldürür. Bu da nədir? Mutaamidəndir. Nədir? Bilərəkdən. Bilərəkdən də. Ona görə bilərəkdən olduğuna görə məsələ nədir? Çox ciddidir. Hətta ola bilsin, ayəni zahiri götürənlər də var. Ki, yəni, amma lakin əksər alimlər, əksəriyyətlər gətirirlər ki, orada əbədi dedikdə vaiddir, qorxudur. Yəni, məsələnin nə qədər şiddətindən nədir? Xəbər verir. Ona görə bir mümini öldürmək elə bir gəlin bütün ümməti qırmaq kimidir. Onun o boyda şeyini, cəzasını boynuna götürmək kimidir. Başqa Peyğəmbər s.ə.v deyir ki, mömin bir cəsəddir. Bir tərəfini götürərsənsə, bütün nədir? Ağrıyar hər yeri. Yəni, möminlər elədir. Birinə bir şey olsa, o birisilər ağrıyar. Sən isə halal görüb öldürürsən. Malını halal görürsən, ailəsini cariyə görürsən. Görürsən, necə acınacaqlıdır? Necə çətindir? Ona görə də məsələ geniş məsələdir. İnşallah şu məsələni bununla kifayətlənək burada. Gələn də geniş şəkildə məsələyə baxarıq. Allah subhanahu bizə istifadələrdən etsin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.